Hər xəttində, hər rəngində yüzillərin hekayəsini gizlədən miniatür sənəti sanki kainatı bir ovuc kağıza sığdırmaq cəhdidir. İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğunun təşkilatçılığı ilə miniatür irsini qorumaq üçün bir sıra addımlar atılır. İçəri şəhərdə İSESCO-nun regional ofisində əvvəlcə mistik düşüncə ifası vasitəsilə miniatürlərin yaranma dövrünün sehirli ab-havası canlandı. Daha sonra bu sənətin Türk xalqlarının dünya görüşündəki tarixi və mədəni əhəmiyyətini vizual şəkildə təqdim edən Kölgəsiz Dünya sənədli filminə baxış keçirildi. Təkcə tarix məsələləri qaldırılmayıb, yəni miniatürün inkişafı, tarixi və s. Çox gözəldir ki, o filmdə rəssamları da cəlb eləyiblər ora və onlar bir avasitə müasir praktikanı da deyilir. Çünki miniatür sənəti orta əsrlərdə olmuşdu, amma müasir dövrdə onun bir çox ənənələri, texniki xüsusiyyətləri və s. itirilmişdi. Və bugün yenidən onları bərpa eləmək çox böyük bir işdir. Azərbaycan Miniatür Sənəti Muzeyinin açılış mərasimində Milli Konservatoriyanın Miras qrupunun ifası qonaqları miniatürlərin yarandığı zəngin tarixi dövrə səyahətə çıxartdı. Sanki muzeyin qapısını açmaq üçün qədim melodiyalar köməyə çağırıldı. XIV əsrin yadigarı olan Molla Əhməd məscidində təşkil edilən muzeyin ilk ziyarətçiləri ekskursiya zamanı miniatür sənətinin unikal nümunələri ilə tanış oldular. Biz müasir dövrdə miniatür sənətinə üz tutan rəssamlarımız barədə də mütəmadi olaraq məlumat verəcəyik. Dövrümüzün rəssamı Seyran tərəfindən yaradılmış müxtəlif, yəni həm Qərb rəssamlıq məktəbinin, həm Azərbaycan rəssamlıq məktəbinin vəhdət şəklində təqdim olunan bax bu əsərlərlə, gözəl əsərlərlə tanış ola bilərsiniz. Vitrinlərdə ümumiyyətlə ta orta əsrlərdən də bəri istifadə olunan əmək alətləri, yəni miniatür sənətinin yaradılmasında istifadə edilən əmək alətləri barədə məlumat verilir. Burada yalnız Azərbaycanda deyil, yaxın və orta şərqdə miniatür sənətinin ən qədim nümunələrindən sayılan Gülşah örtüyü simasından salır. Erkək və dişi aslan əsərləri də sərgilənir. Bu muzey bir daha sübut edir ki, tarix təkcə oxunmur, həm də görünür. Bəzən bir çizgidə, bəzən bir naxışda, bəzənsə rənglərin buraxdığı izlərdə. Arzu Yusif, Novruz Kazımov, Elvin Cəfərov, Mədəniyyət xəbərləri.